Salam uşaqlar. Gəlin bu sınağa baxaq. Birinci sualın izahı ilə başlayaq. Deməli, birinci sualda bizə deyir ki, çoxhədli verib, həmin çoxhədlinin dərəcəsini istəyir. Biz bilirik ki, çoxhədli birhədlinin cəbri cəminə nə deyilir? Çoxhədli deyilir. Birhədlərin cəbri cəminə çoxhədli deyilir. Və həmin birhədlərin qüvvətinə baxaq. Hansı birhədlinin qüvvəti daha böyükdürsə, çoxhədlinin dərəcəsi o götürülür. Deməli, birincidə, misalı yazaq. AX üstü 5 üstəgəl AX üstü 5 özü bir birhədlidir. 2x y kubu özü bir birhədlidir. Çıx 3x y özü bir birhədlidir. Üstəgəl 20 bu da birhədlidir. İndi gəlin qüvvətlərinə baxaq. Bunun qüvvəti 5-dir. Baxın, bunun qüvvəti, əmsalı 2-dir, qüvvəti nədir? 4-dür. Deməli, bunun qüvvəti 5-dir, 4-dür. Bunun qüvvəti x üstü 1, y üstü 1. 1-in üstünə 1 gəndə 2. Bunun qüvvəti 2-dir. Bunun da qüvvəti, baxın, x üstü 0 və ya y üstü 0. Bunun da qüvvəti 0-dır. Deməli, hansının qüvvəti ən böyük oldu? 5. Deməli, bizim çoxhədlinin dərəcəsi 5-dir. Çoxhədlinin dərəcəsi nədir? 5-dir. Bizə deyir ki, oldu 5. Dərəcəsi sərbəst həddən 5 dəfə kiçikdir. Çoxhədlinin dərəcəsi sərbəst həddən 5 dəfə kiçikdir. Mən baxıram ki, bu çoxhədlinin sərbəst həddi, bu çoxhədlinin sərbəst həddi uşaqlar 20-dir. Əgər çoxhədlinin dərəcəsi 5 olsa, axı 20 5-dən 5 dəfə yox, 4 dəfə kiçikdir. Düzdür? Deməli, biz 5 qiymətini almamalıdır ki, çoxhədli dərəcəsi. A-nın 0 qiymətində ödəmir də. A 0 olsa, bu çoxhədlinin dərəcəsi neçə olacaq? 4 olacaq. A 0 olsa, 0-ı x üstü 5-ə vuranda 0 eləyir. Bu çoxhədlinin dərəcəsi olacaq 4. Çoxhədlinin dərəcəsi təbii ki 4 olsa, sərbəst hədd dərəcədən 5 dəfə böyük olacaq. Deməli, A-nın hansı qiymətində? 0 qiymətində. Bir də cavab B variantıdır. İndi baxırıq ikinci sual. 5-də 2 A kvadratı B kubu üstü 2. Bu deməkdir ki, 5-də 2-nin kvadratı A kvadratının kvadratı vurulsun B kubunun kvadratı. Bu da bərabərdir. 5-də 2-nin kvadratı, 5-in kvadratı 25, 2-nin kvadratı 4. A üstü 4, B üstü 2 vur 2, 4, B üstü 3 vur 2, 6. Əmsalı ilə qüvvətinin hasili tapın. Uşaqlar, qüvvət dəyişənlərin qarşısındakı, əmsal dəyişənlərin qarşısındakı ədəddir. Yəni nədir? 25 bölünsün 4. Gəlin qüvvətinə də baxaq. Qüvvət də 4 ilə 6-nın cəmidir. Bu da eləyir 10. Vururam 10-a. Bu da bərabərdir. 10-u 5-ə böləndə 2, 25-i 5-ə böləndə 4. Bu da eləyir 5-də 4 vur 2, 8. Cavab olur 5-də 8 D variantı. Üçüncü suala baxaq. A kvadratı üstəgəl x üstəgəl 4-də 1 B-nin kvadratı deyir. Tam kvadrat olması üçün x-in yerinə nə yazılmalıdır? Yaxşı, A kvadratı nəyin kvadratıdır? A-nın. Düzdür. 4-də 1 B kvadratı nəyin kvadratıdır? 4-də 1 də 2-də 1-in B kvadratı da B-nin xaricdən kvadratıdır. Gəlin açaq. Birincinin kvadratı üstəgəl 2 vurulsun. Birinci, yəni A vur ikinci. İkinci nədir? 2-də 1 B vur ikinci, yəni 2-də 1 B vur 2-də 1 B-nin kvadratı, yəni 2-də 1 B üstəgəl 4-də 1 B-nin kvadratı. X-in yerində nədir? 2 vur A. Deməli, x-in yerində 2 vur A. Vur 2-də 1 B. 2-ni 2-də 1-ə vuranda 1 eləyir. Bu da eləyir A vurulsun B. Cavab olur A variantı. Dördüncü suala gəlin baxaq.
Dördüncü sualda bizə deyir ki, eyni çevrilmələrin köməyi ilə bu ifadənin ən kiçik qiymətini tapın. X-ları yan-yana yazıram. X kvadratı üstəcəl 6x üstəcəl y kvadratı üstəcəl 2y minus 13 bərabərdir. Uşaqlar, x kvadratı x-in kvadratıdır. Üstəcəl. Deməli, mən birinci ədədim x-dır. Bax, x kvadratı yox, ha, x. 2 vurulsun. 2 vurulsun. Birinci vur, ikinci. 2x-i nəyə vuranda 6x edir? 3-ə. Üstəcə ikincinin xaricdən kvadratı. 3-ün kvadratı da eləyir 9. Yazaq 3-ün kvadratı. Üstəcə. Y kvadratı y-in kvadratıdır. Yəni, mən birinci ədədim olur y. Üstəcəl 2 vurulsun. Birinci vur, ikinci. 2y-i nəyə vuranda 2y eləyir? 1-ə. 2y üstəcə 1-in kvadratı. 9-un üstünə 1 gələndə eləyir 10. Ondan da uşaqlar 23 çıxanda bizə verir mənfi 13. Çünki x kvadratı var idi, 6x var idi, y kvadratı var idi, 2y var idi. 3-ün kvadratından 1-in kvadratı yoxdur. Mən bunları əlavə eləmişəmsə, mənfi 13-dən də 10-u çıxmalıyam. Bu da eləyir mənfi 23. Bu da bərabərdir. Birinci ədədim x-dır, ikinci ədədim 3-dür, xaricdən kvadratı. Birinci ədədim y-dir, ikinci ədədim 1-dir, xaricdən kvadratı, çıx 23. Ay bala! Deməli, x birinci mötərizə sıfıra çevrilir deyə bunun ən kiçik qiyməti 0-dır. İkinci mötərizənin də ən kiçik qiyməti 0-dır. Cavab olur mənfi 23. C variantı. İndi baxırıq 5-ci suala. Gəlin 2-2 qruplaşdıraq. A kubu çıx A kvadratını bir qruplaşdıraq. Çıx 9-a üstəcəl 9-u da bir qruplaşdıraq. Deməli, birincidə A kubu çıx A kvadratı. Qüvvəti kiçik olan A kvadratıdır. Çıxartdıq. 3 dənədən 2 dənəsini çıxartdığımızda 1 dənəsi qalır. A üstü 1 yazmıram 1-i. Çıx 1. Çıx 9-a üstəcəl 9-dan 9-u çıxardanda. 9-dan 9-u çıxardanda qalır A. Müsbət 9 almaq üçün yazıram çıxılsın 1. Yəni, mənfi 9-u mənfi 1-ə vuranda müsbət 9 edir. Uşaqlar, ortaq vuruq A çıxılsın 1-də. A çıxılsın 1-i mötərizə xaricinə çıxarsam, A çıxılsın 1 vurulsun. A kvadratı çıx 9. 9 da 3-ün kvadratıdır. A çıxılsın 1 vurulsun. A kvadratı çıxılsın 3-ün kvadratını vuruqları ayıranda A çıx 3. A plus 3. Bizə deyir, aşağıdakilərdən hansına tam bölünmür? Baxın, A plus 3-ə tam bölünəcək. A plus 3-ə belə deyək, tam bölünəcək. Çünki vuruqlarından biri A plus 3-dür. A minus 3-ə tam bölünəcək. A çıxılsın 1-ə tam bölünəcək. Baxın, A plus 1 vuruqlarda, baxın, bu yoxdur. A minus 1 var, A minus 3 var, A plus 3 var, A plus 1 yoxdur. Deməli, baxın, cavab D variantıdır. Y variantı niyə ödəmir? Y variantı, uşaqlar, A çıxılsın 1 ilə A çıxılsın 3-ün bir-birini hasilidir. Yəni, bu ikisinin bir-birinə hasildir. Gəlin, baxaq. A-nı A-ya vuranda A kvadratı, mənfi A çıx 3-ə, mənfi 4A, mənfi 1-də mənfi 3-ə vuranda müsbət 3. Yəni, vuruqlarından biri, bəli, A kvadrat çıx 4A plus 3 də vuruqlarından biridir. Yəni, bu da ödədir. İndi baxırıq 6-cı suala. Deməli, uşaqlar, 49 A kvadratı çıxılsın B kvadratı çıx S kvadratı çıx 2BS. Baxın, B kvadratı, S kvadratı 2BS. Bu müxtəsər vurma düsturudur. Yazıram, 49 A kvadratı çıxılsın B kvadratı. Hər biri mənfi olduğuna görə hər biri, yəni B kvadratı da, S kvadratı da 2BS də olacaq müsbət. Deməli, bu nəyin düsturudur? B üstəcəl S-nin xaricdən kvadratı. 49 A kvadratı, 49 7-nin A kvadratı da A-nın xaricdən kvadratıdır. Bu da müxtəsər vurma düsturudur. B üstəcəl S-nin xaricdən kvadratıdır. Gəlin, müxtəsər vurma düsturuna görə açaq. Bu nəyin düsturudur? A kvadratı çıxılsın B kvadratı.
A kvadratı çıxılsın B kvadratının açılışı necədir uşaqlar? A kvadratı çıxılsın B kvadratının açılışı. A çıxılsın B, A üstəgəl B. A plus B'nin də kvadratın açılışı, B plus C'nin də kvadratın açılışını yazaq. Birincinin kvadratı üstəgəl 2BC üstəgəl C kvadrat. Bu qalsın yaddaşda. Gəlin 7A kvadratı çıxılsın B plus C'nin kvadratı. Bir dəfə fərqi 7A çıxılsın. Baxın B plus C'ni mötərizədə yazıram ki, çaşmayım. 7A plus B plus C. Yazırıq 7A. Mənfiyə görə hər bir vuruğu açanda, mötərizəni açanda hər ikisi də müsbət olduğuna görə hər ikisi mənfi olur. 7A üstəgəl mötərizənin qarşısındakı işarə müsbət olduğundan bu bizə verir B üstəgəl C. Yəni olduğu kimi çıxır. Cavab olur 7A çıx B çıx C. 7A çıx B çıx C. Hansı variantdır? B variantı. 7A çıx B çıx C. 7A plus B plus C. B variantı oldu. İndi baxırıq 7-ci suala. 7-ci sualda bunun kimidir. Baxın, 2AB'yə baxırıq. Deməli, A'dan B'nin hasildir. Deməli, müxtəsər vurma düsturu. A kvadratı çıx 2AB üstəgəl B kvadratıdır. A kvadratı çıx 2AB üstəgəl B. A kvadratı çıx 2AB üstəgəl B kvadratı. C kvadratın işarəsi nədir uşaqlar? Baxın, mənfidir. Çıxılsın C kvadratı bərabərdir 29. Bu nəyin açılışıdır? A çıxılsın. Bax, A kvadratı A'nın kvadratıdır. Çıxılsın. B kvadratı da B'nin, deməli, xaricdən kvadratı. Baxaq, həqiqətən də düzdür. Birincinin kvadratı A kvadratı. Çıx 2AB üstəgəl B kvadratı. Çıx C kvadratı bərabərdir 29. Gəlin bunu açaq. A çıxılsın B. Birinci çıx ikinci. Birinci üstəgəl ikinci. İkinci də burada bəli C idi. Birinci isə A minus B. Bərabər 29. 29 sadə ədəddir. 29 deməli 1 ilə 29-un hasilidir. Təbii ki, mən AB çıxılsın C-yə 1 deyərəm. A çıxılsın B üstəgəl C-yə isə 29 deyərəm. A çıx B üstəgəl C bərabərdir 29. A çıx B çıx C-yə isə deyərəm 1. Bizdən nə istəyir? C-ni deyir, tapın. Çıxsam alt-alta. A çıx A getdi. Mənfi B-dən mənfi B-ni çıxanda gedir. C çıx mənfi C bərabərdir 29 çıxılsın 1. C çıx mənfi C. Mənfi bizə müsbət verir. 2C bərabərdir 28-ə. C bərabərdir 14-ə. C 14. Baxırıq 10-cu suala. Deməli, 10-cu sualda x 8 olduqda verilən ifadənin qiymətini istəyir. Hələ ki, uşaqlar, baxın, bura baxmırıq. Hələ ki, bax, buna baxmırıq. Gəlin, birinci bax, verilən, bax, buradan bura qədər ifadəni həll edək. X plus 1-i vuraq x minus 1-ə. Həm vurduğumuza görə, həm də bölməliyik. X minus 1-ə vurduğumuza görə bölməliyik. Baxın, deməli, misal belədir. X plus 1 vurulsun. X kvadratı üstəgəl 1. X üstü 4 üstəgəl 1. X üstü 8 üstəgəl 1. X üstü 16 üstəgəl 1. Deməli, nəyə vururuq? X plus 1-i vururuq x minus 1-ə. Bir də məxrəci həm vurduğumuza görə, həm də bölürük. Yaxşı. X minus 1-i x plus 1-ə vuranda bizə nə verir? Birincinin kvadratı, yəni x-in kvadratı çıx ikincinin kvadratı, 1-in kvadratı. 1-in kvadratı da eləyir 1. Deməli, bu ikisinin cavabı bizə verdi x kvadratı çıxılsın 1. Vururam x kvadratı üstəgəl 1, x üstü 4 üstəgəl 1, x üstü 8 üstəgəl 1.
Vurulsun x üstü 16 üstəgəl 1. Çox rahat anlasaq. X kvadratı çıx 1 vur x kvadratı plus 1. Bizə nə verir? X üstü x kvadratının kvadratı çıxılsın 1'in kvadratı. X üstü 4, 2 vur 2, 4 çıx 1. Deməli bu ikisinin cavabı bizə verdi. X üstü 4 minus 1. X üstü 4 minus 1. Ardını yazıram. X üstü 4 plus 1, x üstü 8 plus 1, x üstü 16 plus 1. Bu ikisinin hasili bizə verir birincinin kvadratı çıxılsın ikincinin kvadratı. Yəni x üstü 4 vur 2, 8 çıx 1. X üstü 8 çıx 1 vur x üstü 8 plus 1, x üstü 16 plus 1. İkisini vuranda eləyir birincinin kvadratı çıx ikincinin kvadratı. X üstü 8'in kvadratı eləyir x üstü 16 çıx 1. X üstü 16 çıx 1'i də uşaqlar. X üstü 16 plus 1'ə vururuq. X üstü 16 çıx 1'i vururuq. X üstü 16 plus 1'ə. Bu da bizə verir. X üstü 16'nın kvadratı çıx 1'in kvadratı. Yəni x üstü 32 çıx 1. Deməli sürət bizə verdi. X üstü 32 çıx 1. Bura qədər yəqin ki qeydi götürübsüz. Mən artıq bu ən sonuncunu saxlayıram. Deməli cavabı aldım. X üstü 32 çıx 1. Bu bərabərdir. Sürəti aldıq. X üstü 32 çıxılsın 1. Məxrəcdə də var idi. X minus 1. Deməli, x-in bizə qiymətini verib. X-in qiymətini verib 8. 8 çıx 1 eləyir 7-də. X üstü 32 çıx 1 çıx 7-də x üstü 32. Məxrəclər eyni olduğundan biz bir məxrəcdə yazdıq bunları. Olur 7-də x üstü 32 çıx 1 çıx x üstü 32. Bunlar gedir. Cavab alınır 7-də mənfi 1. Bu da eləyir A variantı. İndi 9-cu suala baxırıq. Bu müxtəsər vurma düsturudur. A kubu çıxılsın B kubunun açılışı necədir uşaqlar? A kubu çıxılsın B kubunun açılışı. A çıxılsın B. Birincinin kvadratı. Üstəgəl AB, üstəgəl B kvadratı. İndi x kubu çıxılsın 64 y kubudur. Deməli, mənim birinci ədədim x-dır. 64 nəyin kubudur? 4-ün. Y kubu da y-in. Deməli, yazırıq. 4y-in xaricdən kubu. Deməli, mənim ikinci ədədim də 4b-dir. Yəni, A-nın yerində x-dır, B-nin yerində 4. Yazıram, x çıx 4y. Digər tərəfdə birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasili 4xy üstəgəl ikincinin kvadratı 4y-in kvadratı eləyir 16y-in kvadratı. Deməli, sürətin vuruqları ayrılışı x minus 4y. Sürətin deməli vuruqları ayrılması x minus 4y, x kvadratı üstəgəl 4xy üstəgəl 16y kvadratı. Məxrəcdə ilə x kvadratı. Deməli, bu mötərizə ilə məxrəcdəki ixtisar gedir. Cavab olur x minus 4y. Bu da eləyir B variantı. Dördüncü misala baxırıq. Deməli, 2 üstündə 3x plus 4. Üstəcə 2 üstü 3x plus 3. Məxrəcdə isə 8. 8 yazaq uşaqlar. 2 üstü 3. X plus 1. Üstəcə 2 üstü 3, x plus 2. Həll eləyək. 2 üstündə 3x plus 4, üstəgəl 2 üstündə 3x plus 3. Məxrəc eləyir 2 üstündə 3'ü x plus 1'ə vuranda eləyir 2 üstündə 3x plus 3. Üstəcə 2 üstündə
3'ü x plus 2'yə vururuq. Burada da 3'ü x plus 1'ə vururuq. Bu da eləyir 2 üstü 3x plus 6. Deməli, bərabərdir. Uşaqlar, deməli, mötərizə xaricini çıxardanda qüvvəti kiçik olanı çıxardırıq. 3x plus 4 kiçikdir, yoxsa 3x plus 3, 3x plus 3. 3x plus 3'ü çıxartdım. 2 üstündə, deməli, uşaqlar, sürətdə qüvvəti kiçik olanı mötərizə xaricini çıxardaq. 2 üstündə 3x plus 3'ü çıxardanda 2 üstündə 3x plus 3'ü çıxartmışıqsa 4 olması üçün üstü 1. Üstəgəl, digərində hamısını çıxartmışıq, yerində qalıb 1. Məxrəcdə 2 üstü kiçik olan 3x plus 3'dür. Mötərizə xaricinə çıxardaq. Yerində qaldı, hamısını çıxartdığımıza görə 1 üstəgəl. Buradan da 3x plus 6'dır. 3x plus 3'ü çıxartmışıqsa 3 dənəsi də qalır. Yəni, vuranda qüvvətlərini toplayırıq. 3x plus 3 üstəgəl 3 edir 3x plus 6. Bundan bu ixtisar getdi. Qaldı 2 üstü 1 üstəgəl 1, yəni 2 üstəgəl 1, 3. 1 üstəgəl 2'nin kubu. Uşaqlar, 2'nin kubu nə deməkdir? 2 vur, 2 vur. 2'ni 3 dəfə özünə hasili. 2. Bu da eləyir 8. 8'in üstünə 1 gəndə 9 cavab eləyir 3'də 1. E variantı. İndi 9-cu suala baxaq. Deməli, 9-cu sualda 7x plus 7y üstəcə 38 bölünsün x plus y. Bunları ayırsaq 7x üstəcə 7y bölünsün x plus y üstəcə 38 bölünsün x plus y yazaq. 7'ni mötərizə xaricinə çıxarsaq x plus y məxrəcdə 38 bölünsün x plus y. Uşaqlar, x plus y-lər ixtisar gedir. Alınır 7 üstəgəl 38 bölünsün x plus y. Bunun ən kiçik olması üçün, yəni bu ən kiçik olmalıdır. Ən kiçik olması üçün məxrəc ən böyük qiyməti almalıdır. Yəni 38'i böyük bir ədədə böləndə kəsir kiçik alınır. 7'ni də üstünə kiçik ədəd gələndə cavabımız kiçik qiymət alır. Deməli, x, y 7 və 11 arasında yerləşir. Deməli, mən y-ə 10 desəm, x də 10'dan kiçik olan 9 olur, ödəyir. Bəli. 9'un üstünə 10 gələndə bura eləyir 19. 38'i 19'a böləndə eləyir 2. 38'i 19'a böləndə 2. 7'nin də üstünə 2 gələndə bu da eləyir cavabımız 9. Bu da verir bizə A variantı. Baxırıq 12-ci suala. 12-ci sualda düzbucaqlı üçbucaqdır. Katetləri 6, 8. Pifaqor teoreminə görə hipotenuzu alırıq 10. Hipotenuza endirilmiş medianın uzunluğunu tapın. Yadınızda saxlayın ki, median, hipotenuza çəkilən median tərəfin yarısına bərabərdir. Median həm yarı bölür, həm də özü bərabər olur. Deməli, median hipotenuzun yarısına bərabərdir. Bu, hipotenuza çəkilən mediandır. 10'dursa 5, 5, 5. Yəni, medianı istədiyinə görə cavabımız olur 5. Cavab B variantı. Sonra baxırıq 13-cü sual. Bir tərəfi 4/3 olan ABC bərabər tərəfli üçbucağın bərabər tərəfli üçbucağı çəkirik. Bizə deyir tərəfi 4/3'dür. AK medianı çəkilib. AK median çəkilib. Bu da K nöqtəsindən AB tərəfinə qədər olan məsafəni istəyir. AB burada olsun S. K nöqtəsinə AB tərəfinə qədər olan məsafəni deyir tapın. Gəlin baxaq. Əgər bərabər tərəfli üçbucaqdırsa bu, çəkilən AK medianı həm hündürlüyü olur, həm də tən bölən olur. Tən bölən olduğuna görə bucağı bölür 30-30. Hündürlük olduğuna görə BC tərəfinə 90 dərəcə endirilib. Bu da 60-60. Düzdür. Median olduğuna görə gəlin bunu yazaq 2/3. 2/3. K nöqtəsinə AB tərəfinə qədər məsafə. Biz bilirik ki, məsafə nədir? Perpendikulyar. Bunu tapacağıq. Yəni, özünüz fikir verin. Bax, bu ABC üçbucağında
K düz bucaqdır. Yəni ABK üçbucağı düz bucaqlı üçbucaqdır. K təpəsindən deməli bir KM hündürlüyü çəkilibsə, deməli metrik münasibətlər ödənəcək burada. Bizdən məsafəni istəyir. Hündürlüyü tapırıq da, elə bir düzbucaqlı üçbucaqda hündürlüyü tapırıq. Gəlin AK-nı birinci tapaq. Baxın 30 dərəcə bucaq qarşısına qalan BK tərəfi 4/3-ün yarısıdır. 60 dərəcə bucaq qarşısına qalan tərəf isə 2/3-ün köşdü 3 misinə bərabərdir. Yazırıq. 2/3 vur köşdü 3. Bu da eləyir 3. 3-ü 2-yə vuranda eləyir 6. Hündürlüyü gəlin tapaq. KM nəyə bərabərdir? Katetləri hasilinin hipotenuza olan nisbətinə. Köşdü 3-lər getdi. 2 dəfə 6-nı da 2-yə bölünür. Cavab olur 3. A variantı. Sonra baxırıq 14-cü suala. Deyir, bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqlarından biri 45-dir. Oturacağı bitişik bucaqlarından biri 45-dirsə, digər oturacağı bitişik bucaq da 45-dir. Çünki bu bərabər yanlıdır, düzdür? 45-45 deməli buranı aldıq 90. Yan tərəfi 6/2, 6/2. Oturacağı çəkilmiş hündürlüyü istəyir bizdən. Uşaqlar, düzbucaqda üçbucaqda bucaqlar 45-45-dir. Yəni bərabər yanlı üçbucaqdırsa hipotenuz katetin köşdü 2 misidir. Yəni 6/2-nin köşdü 2 misi bizə verir 12. Buraya yazdıq 12. Düzbucaq təpəsindən oturacağı endirilmiş hündürlüyü istəyir. Yəni necə tapırıq? Katetləri hasilinin hipotenuza nisbəti. Köşdü 2-ni köşdü 2-yə vuranda eləyir 2. 12-ni 2-yə böləndə 6. 6-ların biri gedir. Cavab olur 6. Sonra baxırıq 15-ci sual. Deməli 15-ci sualda deyir A bucağı 98-dir. Burada X-dir. Bura 17-dir. Deyir AB BC-yə AB AC-yə bərabərdir. AB AC-yə bərabərdirsə, deməli bucaq B bucaq C-yə bərabərdir. Mən bura bir Y desəm, bura olur Y plus 17. Yəni bucaq B bucaq C-yə bərabərdir. Bucaq C olur Y plus 17. Onda bucaq B də Y plus 17 olur. Aydındır. Deməli bir ABC üçbucağın ümumi daxili bucaqların cəmi 180-ə bərabər götürə bilərik. Gəlin baxaq. Deməli bucaq B-ni bərabərdir bucaq C-yə silək bunu. Deməli bucaq A, bucaq B, bucaq C-nin cəmi 180-ə bərabərdir. Yəni 98 üstəgəl Y plus 17 üstəgəl Y plus 17 bərabərdir 180-ə. 2Y üstəgəl belə deyək, 2Y bərabərdir 180. Müsbət 98-dir, çıx 98. 17-dən 17-nin cəmidir. Müsbət 34 eləyir. Sağa keçəndə oldu, çıx 34. 2Y bərabərdir 48-ə, Y də bərabər olur 24-ə. Y deməli 24-dür. Bizdən isə istəyir, X istəyir. Y-i silirəm, uşaqlar. Bax, bunu silirəm, yeni yazıram 24. 24. Deməli, bax, bu üçbucaqda da daxili bucaqların cəmi olmalıdır 180. Yazıram, X üstəgəl 98 üstəgəl 24 bərabərdir 180. X bərabərdir 180-dən çıxırıq. 122-ni X-ə bərabər olur 58. Uzunluğu 2,6 metr olan nərdivanın ağacı söykədilər. Nərdivanın aşağı ucu ağacın gövdəsindən 1 metr məsafədə olarsa, uşaqlar bu Pifaqor teoremidir də. Düzbucaqlı üçbucaqdır. 2,6-nın kvadratından 1-in kvadratını çıxırıq. Deməli, nə yazırıq? Düzbucaqlı üçbucaqdır. Bizə bu ağacın yuxarı ucu yerdə hansı məsafədə? Ağacın uzunluğunu soruşur. 2,6, 1, gəl bunu tapaq. X-in kvadratı üstəcək 1-in kvadratı bərabərdir 2,6-nın kvadratı. X-in kvadratı bərabərdir 2,6-nın kvadratı çıx 1-in kvadratı. X-in kvadratı bərabərdir 2,6 çıx 1. Vurulsun 2,6 üstəcəl 1. Bu da verir. X-in kvadratı bərabərdir 1,6 vur 3,6. Yazaq X kvadratı
bərabərdir. 10-da 16, 10-da 36-dır, düzdür? Belə yazaq. X kvadratı, x bərabərdir. 16-dan 4 çıxır, 36-dan 6, 100-dən də 10. Bu da edir 2 tam 10-da 4. Baxırıq 17-ci suala. A kubu üstəcək B kubunu vuruqlara ayır. Deməli, A plus B 4-ə bərabərdir. A vurulsun B isə 2-dir. Bunu belə yazıram. Hər tərəfi kuba yüksəldək. Birincinin kubu A kubu üstəcəl B kubu üstəcəl 3A kvadratı B üstəcəl 3AB kvadratı bərabərdir 4-ün kubu, yəni 64-ə. A kubu üstəcəl B kubunu istəyir. Yazıram A kubu üstəcəl B kubu üstəcəl 3A kvadratı B, 3AB kvadratı. 3AB-ni mötərizə xaricdən çıxarsaq A plus B bərabərdir 64-ə. A kubu üstəcəl B kubu bərabər üstəcəl 3 vur. AB uşaqlar 2-dir. Yeni yazıram 2. Cəmdə 4-dür. 4 verilib. Yəni A vurulsun B-ni yeni 2 yazdım. A plus B-ni yeni isə 3 yazdım. Bərabərdir 64-ə. Baxın, bizdən A kubu üstəcəl B kubunu istəyir. 64-dən nəyə çıxacaq? Bu hasili. 3 2-nin 6, 4 6-nın 24. 64-dən də 24 çıxanda bu deyir 40. Yəni A kubu üstəcəl B kubu bərabərdir 40-a. Baxırıq 18-ci suala. 2A kubu B kubu vurulsun 3AB kvadratı. Bu da eləyir 6. A kubunu A'ya vuranda A üstü 4. B kubunu B kvadratına vuranda B üstü 5. Bir hədli deyil, xeyr, bir hədlidir. Bir hədli standart şəkildədir. Xeyr, standart şəkildə deyil idi. Bir hədli standart şəkildə deyil. 1-ə getdi C variantı. Bir hədlin dərəcəsi 12-dir. Dərəcəsinə baxıram. 4, 5, cəm edir 9. Deməli, E variantı getdi. Sonra getdi ikinci. 5A üstü mənfi 2 B kubu. Dedik ki, çoxhədli qüvvəti natural ədədlərdən ibarət olmalıdır. Kəsir olmaz, mənfi olmaz. Deməli, bir hədli deyil. 2-yə getdi A variantı. 3-ə baxırıq. 7A üstü 4, B üstü 8. Bir hədli standart şəkildədir. Bəli, doğrudur. Bir hədlinin dərəcəsi 12-dir. 4-dən 8-in cəmi edir 12. Burada gedir D variantı. İndi baxırıq 19-cu suala. A plus 1 bölünsün A bərabərdir 2-yə. Ortaq məxrəci gətirsə A üstündə, bunu elə bir məxrəci 1-dir, A-ya vuram. A kvadratı üstəcəl 1 bərabərdir 2. A kvadratı üstəcəl 1 bərabərdir. Çarpaz vuranda 2A-ya 2A-ya hər bir 2A-nı keçirdirəm sol tərəfə. Olur mənfi 2A üstəcəl 1 bərabər 0. Uşaqlar, bu da A çıxılsın 1-in xaricdən kvadratıdır. Bu da A çıxılsın 1 0-a bərabərdir. A da bərabərdir 1-ə. Gətirin yerinə yazın. A kvadratı çıxılsın 1 bölünsün A kvadratını bizdən istəyirdi. Bərabərdir. 1-in kvadratı 1 çıxılsın 1 bölünsün 1-in kvadratı. 1 çıx 1 cavab olur 0. 19-cu sualın həlli. 20-ci suala baxaq. Deməli 20-ci sualda bizə deyir ki, yeddi bölünsün 3 minus köşdə 2 üstəcəl 14 bölünsün 4 plus köşdə 2. Birinci kəsiri vururuq. Gəlin elə qoşmasına vuraq. 3 minus köşdə 2-nin qoşması 3 plus köşdə 2-dir. 7-ni vururuq 3 plus köşdə 2-yə. Üstəcəl 14-ü vururuq. 4 plus köşdə 2-nin də qoşması 4 minus köşdə 2-dir. Yaxşı. Birincinin kvadratı çıx ikincinin kvadratı. 3-ün kvadratı 9 eləyir. Köşdə 2-nin kvadratı 2. Bax, bu hasil bizə verir 7. 9-dan 2 çıxanda eləyir 7. Bu 7-dən bu 7 gedir ixtisara. Qalır burada uşaqlar 3 plus köşdə 2. 3 plus köşdə 2.
4 plus köşdə 2-ni 4 minus köşdə 2-yə vuranda birincinin kvadratı çıx köşdə 2-nin kvadratı bu da verir 16 çıx 2. O da eləyir 14. 14-dən də bu hasil gedir. Cavab eləyir üstəgəl 4 minus köşdə 2. Mənfi köşdə 2, müsbət köşdə 2 gedir. 3 üstəgəl 4, 7. Sonra baxırıq 13-cü suala. Daha doğrusu 21-ci suala. X minus y-in kvadratı üstəgəl 4xy, məxrəc isə x plus y-in kvadratı minus 4xy. Gəlin açaq. X minus y-in kvadratı birincinin kvadratı çıx 2xy üstəgəl y kvadratı üstəgəl 2x 4xy. X plus y-in kvadratı x-in kvadratı üstəgəl 2xy üstəgəl y kvadratı minus 4xy. Mənfi 2xy müsbət 4xy bizə verir. Toplasaq mənfi 2 üstəgəl 4 müsbət 2xy. Yəni x kvadratı üstəgəl 2xy üstəgəl y kvadratı. Aşağıdakı isə müsbət 2 mənfi 4 bizə verir mənfi 2xy. Yəni x kvadratı çıx 2xy üstəgəl y kvadratı. Yəni yuxarıdakı x plus y-in xaricdən kvadratıdır. Aşağıdakı isə x minus y-in xaricdən kvadratı. Deməli, yazırıq. 888 üstəgəl 444 bölünsün 888 çıxılsın 444-ün kvadrat, xaricdən kvadratı. Bunu yazırıq. 1332-nin kvadratı bölünsün 444-ün kvadratı. Bu da eləyir, cavabımız eləyir 3. 3-ün də kvadratı, 3-ün kvadratı o da eləyir 9. Baxırıq 22-ci suala. Deməli, 22-ci suala baxaq. Bunlardan hansı tam ifadədir? Uşaqlar, tam ifadə odur ki, məxrəcdə dəyişən iştirak eləməsin. Və modul iştirak eləməsin. Tam ifadədə nə modul olur, nə də dəyişən məxrəcdə olur. Deməli, bu gedir 1, 2, 3. 2-yə gedir tam ifadə A. Kəsr ifadə B variantında deyir kəsr ifadə. Kəsr ifadə isə məxrəcdə dəyişən varsa, bu olur artıq kəsr ifadə. Deməli, birinci ifadə nə kəsr ifadəyə aid oldu, nə də tam ifadəyə. Bu da getdi C variantına. Həmişə müsbət qiymət alır. Təbii ki, birinci misala baxın. X kvadratı müsbətdir. 4 modulda x. Modul həmişə müsbətdir. 4-ə vuranda müsbət eləyəcək. Müsbət 4-dür. O da müsbətdir. Toplayırıq, sürət verir 4. 4-ə böləndə də bu həmişə müsbət qiymət alır. Deməli, biri getdi D variantı. Dəyişənin 2 fərqli qiymətini təyin olunmayıb. 1-də də məxrəci dəyişən yoxdur. 2-də də məxrəci dəyişən yoxdur. Amma 3-ə baxanda, baxaq diskriminant 0-dan böyük olanda, deməli 2 müxtəlif kökü var. Həmin qiymətlərdə təyin olunmayacaq. 36 çıxılsın 16 diskriminant bərabərdir. Bu da eləyir 20 0-dan böyükdür. Bəli, x-in 2 qiymətində təyin olunmayıb. 3-ə də getdi E variantı. Baxırıq 23-cü suala. Deməli, 2 vurulsun kök altında kökdə 19, üstəgəl kökdə 15, sürətdə isə kökdə 19, çıxılsın kökdə 15. Məxrəcin qoşması nədir? Kökdə 19 çıxılsın kökdə 15-dir. Bunu sürətdəkinə də vururuq. Kökdə 19 çıxılsın kökdə 15. Baxın, bir kökün altında. Baxın, kökdə 19 üstəgəl kökdə 15, kökdə 19 çıxılsın kökdə 15. Yəni birincinin kvadratı, kökdə 19-un kvadratı 19, çıxılsın kökdə 15-in kvadratı 15. 19-a 15 çıxanda bu eləyir 4. 4-dən də nə çıxır? 2 çıxır. Deməli, məxrəcin cavabı oldu 2. Sürətdə var 2 vurulsun. Eyni ədədə vuranda bu kökdən çıxır. Yəni kökdə 3-ü kökdə 3-ə vuranda 3 verir. Kökdə 5-i kökdə 5-ə vuranda 5 verir. Baxın, bu da eləyir. Kökdə 19 çıxılsın kökdə 15. 2-lər gedir. Cavab olur kökdə 19 çıx kökdə 15. İndi baxırıq 24-cü suala. Cavab olur bu. Kökdə 19 çıx kökdə 15. 24-cü suala baxırıq. 24-cü sualda 16x kvadratı 4x-in xaricdən kvadratıdır. Üstəgəl
4x kvadratı da 2x-in xaricdən kvadratıdır. Bərabərdir 125-ə. Deməli, 1 böl 2x minus 4 bölünsün x-a deyir tapalım. Bunu yazıram 1 böl 2x minus 4x-in xaricdən kvadratı. Birincinin kvadratı bu verir. 4x-in kvadratı birinci verir. Çıx 2 vurulsun 1 böl 2x vur 4x. 2'lər gedir, x-lar getdi, çıx 4. Bunu da yazıram üstəgəl 4. Yəni bu ifadə alınsın deyə. Bərabərdir 125-ə. 125-ə. 125-dən 4-ü çıxanda bu da eləyir 121. 121. Deməli, bu həm 11-in kvadratı, həm də mənfi 11-in kvadratı 121 eləyir. Onsuz da cavabı bizdən modulda soruşduğuna görə cavab olur 11. 25-ci suala baxaq. 25-ci sualda ədədlərin tam hissələrinin bizə cəmini istəyir. Gəlin baxaq. Mənfi 6,6-nın tam hissəsi nədir? Deməli, mənfi 6,6-nın tam hissəsi mənfi 7 üstəgəl 0,4-dür. 12,3-ün tam hissəsi nədir? 12 üstəgəl 0,3. Deməli, tam hissələr olur. Mənfi 7, 12. Tam hissələrin cəmini istəyirsə bizdən, bu da eləyir 5. 25-də də cavab oldu 5.